Əgər süni mayalama etsəm, uşaq mənim olmayacaq. Bu qadınlardan ən çox eşitdiyim miflərdən biridir. Bir çox qadın qorxur ki, süni mayalama yolu ilə dünyaya gələn uşaq öz övladı olmayacaq. Amma gəlin bu mövzuya aydınlıq gətirək. Əgər öz yumurtalarınızdan və həyat yoldaşınız spermatozoidlardan istifadə olunursa, bu uşaq tamamilə sizin genetik övladınızdır. Bu prosedur süni deyil, yardımcı bir üsuldur. Sadəcə mayalama qadın orqanizmində yox, laborator şəraitdə baş verir. Biz bu proseduru bəzən süni mayalama adlandırırıq. Amma tibbi adı ekstrakorporal mayalamadır. Yəni bədən xaricində aparılan mayalama deməkdir. Bioloji prosesin özü tam təbii qalır. Sadəcə olaraq yer dəyişir. Siz həmin uşağı bədəninizdə daşıyırsınız, doğursunuz, böyüdürürsünüz, qucaqlayırsınız və sevirsiniz və bu uşaq tamamilə sizin övladınızdır. Bəzən isə bu uşaq 1000 qat daha çox arzulanan və gözlənilən olur. Mən hər gün illərlə uşaq həsrəti çəkən ailələri necə xoşbəxt olduqlarını görürəm. İnanın, heç bir texnologiya uşağı sizin olmayan edə bilməz.